Bayramınız mübarek. Görüşürüz. Aras benim özürler sözlerim desin size. Değerler, sizi salamlayırıq hamımız öz adından, Rayon İcra Hakimiyyətinin aparatı adından, Regional Təhsil İdarəsinin, rayonumuzun təhsil sektoru, Mədəniyyət Şöbəsi, Ziyalılar İctimaiyyət adından hamımızı salamlayırıq. Və qeyd etmək istəyirəm ki, hər dəfə sizinle görüşmek bizim için büyük fəxrdir, büyük vüqardır, büyük sevinçdir. Çünkü bugün biz beynəlxalq bayramı tek bütün dünyada olduğu kimi Azərbaycanda da uşaqların hüquqlarının müdafiəsi istiqamətində, uşaqların cəmiyyətdə düzgün tərbiyə olması istiqamətində, onların əsl vətənpərvər kimi tərbiyə olması istiqamətində olan tədbirlər çərçivəsində biz də qeyd edirik. Her zaman devletimiz, möhtərəm prezident, xanım birinci vitse-prezidenti Leyla Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, ölkəmizin həm azadlanmış ərazilərdə, həm digər rayonlarında yeni bağçaların, yeni tərbiyə məktəbə qədər tədris, tərbiyə müəssisələrinin həm tikintisi, həm bərpası, həm təmirinə xüsusi diqqət ayırırlar. Biz böyük məmnuniyyət hissi-ilə Masallı rayonunda da bu istiqamətdə işlərin normal getdiyini qeyd edə bilərik. Son illərdə yeni bağçaların istifadə edilməsi, digər bağçaların təmiri bu sahədə görülən işlər haqqında deməyə əsas verir. Və xüsusi demək istəyirəm ki, bu bizim fidanlarımız evlərimizin bəzəyidir, evlərimizin nurudur, evlərimizin bərəkəti, cəmiyyətimizin bəzəkləri və Azərbaycanımızın sabahlarıdırlar. Onların en büyük xoşbəxtlikləri də biri də ondan ibarətdir ki, bugünkü xoşbəxt Azərbaycanda, qalib Azərbaycanda böyüyürlər, tərbiyə olurlar. Onlar böyüyəndə biz onları böyüdərkən, tərbiyə edərkən üzərimizə düşən vəzifələrdən də biri kimi onu qeyd eləməliyik ki, elə eləməliyik ki, onların hər biri başa düşsünlər, bilsinlər ki, bu firavanlığı, azadlığı, bu gözəl rifahı bizə bəxş edən heç vaxt ruhlarını unutmadığımız, heç vaxt onlara heç vaxt yaddan çıxartmadığımız şəhidlər olub, ordumuz olub, ordumuzun Ali Başkomandanı, Müzəffər Ali Başkomandan, möhtərəm prezidentimiz olub ki, bunlar da onu bilməlidirlər və bizim də üzərimizə düşən vəzifə bu fidanları bu ruhda tərbiyə etməkdən ibarətdir. Fürsətdən istifadə edib sizləri də təbrik edirəm, əziz tərbiyəçilər, müəllimlər, sizin də üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində də sizə uğurlar arzulayırıq. Hamınıza bol-bol sevinç, can sağlığı. Çok sağ olun. Haftaya geldiğinizde çok sağ olun. Buyurun. Buyur. Buyur de. Eşitiriz. Mikrofon ihtiyaç yok. Bağçamıza hoş geldiniz. Sağ olun. Bugün biz şahların bayramıdır. Bəli, biz sizi təbrik edirik. Mehriban balalar, əziz şahlar, bir yıl gününüz mübarək olsun. Sizlə məhəbbətle, yansımadaklar, qəlbiniz sevinçlə, tərəyə qalsın. Çok müştəri. Müdafiə günüdür bugün. Ata-anamalı vətənli olun. Bütün günləriniz olsun toydur. Görüşəmələrlə, işlərlə dolun. Siz de sağ olun. Yani, Çok sağ olun. Teşekkür ederim. Thank you.
Bir əmin. Bu da şehir değil. Bəli, bəli. Siz sağ olun.